Алло. Салам. Да, здравствуйте. Это Мехтиев Рамис. Да, Рамис Эндерович, здравствуйте. Я, Эндерович, вашу просьбу передала. Так. Ну вот пока на этом все. Просьбу передала. Я ему хочу послать, знаете что? Я подготовил документ один. Вы слышите? Да, я слушаю, да. Предложение по преобразованию систем государственного управления в Азербайджане. Ну, давайте, это ваши дела. Давайте, вы между собой как-то это. Я позвоню помощнику, чтобы помощнику переслать по электронной почте. Да, договорились, спасибо. Всего доброго, до завтра. Есть. До свидания. Спасибо большое. Добрый вечер. Приветствую вас, приветствую вас. Яхша. Теперь, как отослать? Во-первых, я хочу, чтобы этим друзьям нашим тоже надо передать каким-то образом. А мы так сделаем, да? Məndə bir adam uşağı, mən sizə xəbər verəcəm. И в понедельник я позвоню, если согласятся они. Я думаю, что они с удовольствием Da, согласятся. ya uznayım, a вы təlimat verin ki, mənə PDF göndərsinlər. Яхша. Хорошо, договорились. Alo. Akşamı hayır. Salam Ramiz müəllim, necəsiniz? Yaxşı, sen ne diyorsun? Vaziyet nerede? Namusunu çatdırdıq. Çok güzel. Duq dəlneyşik polisiyim. Спасибо. Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir. Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırmışdır. Sadalınan cinayət əməllərində iştiraklarına görə Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zaidov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 hakimiyyətin zorla ələ keçirilməsinə yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər, Eldar Əmirov 32.5 278.1 hakimiyyətin zorla ələ keçirilməsinə yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə, Ramiz Mehdiyev 193-1.3.2 cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, 274 dövlətə xəyanət və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir. Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zaidov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə məhkəmə tərəfindən qiyabi həbs qəti imkan tədbiri seçilmişdir. Cinayət işi üzrə araşdırmalardan